Bugün sizlə fərqli bir mövzuda analiz eləmək istəyirəm. Yəqin ki, bir neçə ay öncə Coldplay konsertində bütün dünyanın gözü önündə ortaya çıxan xəyanət məsələsi hər kəsin ağlındadır. Diqqətimi çox çəkdi. Bu insanın xəritəsinə baxmaq istədim. İndi xəritəni buralara bir yerə yerləşdirəcəm. Sizə də qısa izah verəcəm. Xəritə sahibinin xəritəsinin mərkəzində ümumiyyətlə 7 rəqəm var. 7 rəqəmi nədir? Mənəviyyatımız, psixologiyamız, bizim özümüz, şəxsi inkişafımız, dini inanclarımız, yəni bu kimi məsələləri gündəmimizdə saxlayır və mərkəzdə bu rəqəmin olması bir insanın həyatı boyu müxtəlif sınaqlarla sınanıb öz mənəviyyatını tapana qədər təkliklə imtahan olunması deməkdir. Münasibət karmasında 15-22 7 rəqəmləri yenidən diqqətimizi çəkir. 15 özü ümumilikdə cazibə enerjisidir. Ehtiras enerjisidir, sevgi enerjisidir. Bu enerjini mənfiyə işlədənlər davamlı ikili münasibətlərdə özünü tapar, ehtirasının qurbanı olar. 22 isə daha çox özəl rəqəm deyək. Və bu enerji 22 tələb eləyir ki, insandan bəşəriyyətə faydalı olacaq, insanlara faydalı olacaq işlər görsün və topluma müsbət təsir versin. 15-7-22 karması üçü birlikdə bu insandan münasibətdə sadiq, dürüst, ehtiraslarını idarə edə bilən, saf sevgi qura bilən və ruhani şəkildə qarşısındakı insanla, yəni ruhunu birləşdirə biləcəyi, anlaşa biləcəyi bir münasibət qursun. Əks halda tək qalar. Hazırda bu Endi adlı şəxsin 51 yaşındadır və son 3 ilinə baxsaq 50-52 yaşlarına 11, 14, 13 rəqəmləri aktivdir, enerjiləri aktivdir. Bu nə deməkdir? 4 rəqəmi aktivdir, xüsusən 51 yaşında, 51-52 yaşında. Həmin şəxsin azadlıq münasibət karmasını aktivləşdirib yenidən. Yəni, insan azadlıqla münasibət arasında seçim eləməli olar. Bir qarmaşa yaşayar və yanlış seçimdə onun dərhal cəzasını ala bilər. Sizin üçün fərqli bir nümunədən misal gətirmək istədim. Nəsə sualınız olsa cavablandırarım.